Hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda sizə SimpleSoft-un məhsulu olan Simple Sales-la tanış eləmək istəyirik. Simple Sales ticarət sektoru üçün hazırlanmış proqram təminatıdır. Bu videoda proqramdan istifadə qaydaları, ümumiyyətlə təlimatla tanış ola bilərsiniz. Sistemə daxil olmaq üçün istənilən brauzerdə sizə verilən linkə daxil olursunuz. Giriş səhifəsi açılır. Giriş səhifəsində login, şifrə və parolu yazırsınız. Təbii ki, bu sizə veriləcək. Şifrə və parolu daxil ediləndən sonra əsas göstəricilər panelinə keçirik. Ümumiyyətlə sistemə daxil olmuş oluruq. Sistemin əsas göstəriciləri buradadır. Burada satışlar, kassa, mədaxil, nomenklatura, kontragentlər. Yəni təbii ki, satışlar yəni edəcəyimiz satışlardır. Mədaxil yəni alacağımız mallardır burada olacaq. Nomenklatura bizim mallarımızdır. Hansı mallarla ki iş görəcəyik biz. Kontragentlər isə insanlardır, kimlərlə ki iş görəcək. Yəni istər təchizatçı, istər müştəri, istər əməkdaş, hamısı burada cəmlənəcək. Yəni mallar burada olacaq, kontragentlər isə burada olacaq. Yəni işlədiyiniz insanlar burada olacaq. Satışlar burada, mədaxil burada. Yəni bu əsas ən vacib məqamlardır. Növbəti videolarda hamısı ilə bir-bir işləmə qaydasını sizə təqdim edəcəm.